Yaxşı kişini itirməyin ən asan yolu xəyanət belə deyil. Onun sakitçilik əvəzi ən böyük stres mənbəyinə çevrilməyinizdir. Kişi ona görə getmir ki, daha gözəl birinin qarşısına çıxır. Ona görə gedir ki, evdə olmaq çöldə olmaqdan ona daha çətin gəlir. İşində təzyiqə məruz qalır, maddi durumunu fikirləşir, ailəsini necə təmin edəcəyini fikirləşir və belə bir insana evində huzur mənbəyi gərəkdir və həmən o huzur sən olmalısan. Bir çox qadınlar da təəssüf ki, bunu unudurlar. Öz həyat yoldaşı ilə sanki yarışa çıxırlar, dəstək olmurlar, əksinə mübahisə edirlər və onun liderliyini şübhə altına salırlar. Bu da artıq münasibət deyil, bu hər bir insanı yorur. Kişiyə lazım deyil ki, sən onun psixoloqu və yaxud anası olasan, zaten heç bir kişinin öz anasının yerini heç bir qadın verməyəcək. Həyat ağır olanda sən ona qarşı əksinə yüngül olmalısan. Həyat soyuq olanda sən ona qarşı isti olmalısan. Həyat ona qarşı xəyanət edəndə sən onun yanına hər zaman dürüst olmalısan və sadiq olmalısan. Və qadın da artıq öz kişisinə daim qulluq edəndə, onu sevəndə, hər zaman onun evini huzur mənbəyinə çevirəndə kişi artıq xəyanət etmir. Ona görə etmir ki, edə bilməz. İstəsə edər. Amma o anlayır ki, heç bir qadın onun öz qadınının yerini heç vaxt ona verməyəcək. Sadiq olmaq sadəcə sözlə olmur. Bu, sənin yaratdığın reallıqdır. Əgər sənin sevdiyin biri səndən uzaqlaşıbsa, özünə sual ver ki, sən onun həyatına problem yoxsa sakitçilik yaradırsan. Ona görə də evini onun huzur mənbəyinə çevir. Ya da ki, onun o huzur mənbəyini başqa yerdə axtardığını və tapdığını seyr edəcəksən.